Sıfırdan biznes qurub mağaza açıram 12-ci gün. Bu gördüyünüz mağaza mənimdir. Bunların hər birisi mən necə beynimdə, ürəyimdə, ağlımda tutmuşdumsa, hər birisi birə-bir istədiyim kimi mağazanı götürdüyüm vaxtdan sizinlə bərabər hər bir şey paylaşmışam. İşimə nə qədər məsuliyyətli olduğumu yəqin ki, artıq videolarımı izləyənlər bilir və bu indi necədirsə bundan sonra da belə olacaq. Hər zaman da bax beləcə müştərilərimizə qarşı məsuliyyətli, doğru, düzgün, adımıza layiq olmağa çalışacağıq. Demişkən hər kəs adın soruşur. Adın da inşallah tam hazır olandan sonra vurduğum anda videoları falan paylaşanda görəcəksiniz və sizinlə bölüşəcəm. Mağazamızın ünvanı Xırdalanda Aytad restoranının yanı Ləziz restoranından svetofordan aşağı düşəndə görə bilərsiniz yolun qırağında. Bizdə ətirlərin, aksesuarların, çantaların və pulqabların satışı olacaq. Əlavə qeyd edim ki, saatlarımız da olacaq və bütün məhsullarımızın hər birisinin qiyməti münasib olacaq. Ətirlərimizin qiyməti 3 manatdan 8 manatın qramı yox, 50 milliyin qiyməti 8 manat və daha ucuz olacaq. Həmçinin aksesuarlarımız da, saatlarımız da, çantalarımız da ən münasib qiymətə olacaq. Əlavə topdan qruplarımız olacaq ki, hansı ki, həmin topdan qruplarından rayonlarımızda yaşayanlar belə artıq satış edə bilərlər və yaxud da ki, bütün rayonlara da, bütün Azərbaycanın hər bir yerində bizim çatdırılmamız var və aldığımız gündən xüsusi endirimlər, xüsusi kampaniyaların hər birisi olacaq. Səhifəmi izləmədə qalın. Takib etməyi unutmayın ki, siz də bu yeniliklərdən, bu endirimlərin hər birisindən yararlana biləsiniz. Mağazada mebel işləri tamamlandı və qeyd edin ki, bu vitrin mənim istədiyim kimi idi. Mən bundan başqa vitrin istəmirdim. Düzdür, bu mənə zamanımı daldı və həm də baha başa gəldi, amma əsas odur ki, mənim tam istədiyim oldu. Artıq hər bir yeri tərtəmiz təmizlədik. Mebelləri hətta 2 dəfə, 3 dəfə sildik. Gördüyünüz kimi səhərdən axşama kimi orada olduq. Dəfələrlə sildik, təmizlədik. Hər bir şey artıq səliqəli, tam yerindədir. Mağaza üçün bir-iki aksesuarları qalıb, divan və buna oxşar bir-iki aksesuarlar qalıb. Onları almağa gedəcəm. Sabahlar da birlikdə mağazamı bəzəyəcəyik.